Daha bir məsələmiz tapşırıq 8-ə də nəzər yetirək. Deyir ki, Azərbaycanın bir bölünsün 500 min miqyaslı divar xəritəsində 40-cı paralelin üzərində 2 dənə məntəqə, 45 şərq uzunluğu və 50 şərq uzunluğunda yerləşən 2 məntəqə təsvir olunub və bunların arasındakı məsafə xəritə üzərinə köçürülən zaman 80 sm tutubdur. Buradan təhrifi tapın. Gəlin tapaq təhrifi. İlk öncə təhrifi tapaq buradan. Birinci. Bayaq dediyim kimi qövsə görə. Birinci həqiqi məsafəni qövsə görə tapacağıq. Və gördüyümüz kimi 8-ci məsələdə də hər iki məntəqə 40-cı paralelin üzərindədir. Ona görə biz bunu paralel qövsünün uzunluğuna görə tapacağıq. Paralel qövsünün uzunluğuna görə. Paralel qövsünə görə tapılmanı gəlin koordinatında qeyd edirəm sizin üçün. Daha rahat olsun, mütləq ki koordinatsız olmur. Qeyd eləməliyim. Siz də həmişə məsələləri eləyəndə koordinatlı eləyin ki, çaşmayın. İndi mükəmməl şəkildə öyrənindən sonra artıq avtomatik o sizin beyninizdə özü həll yolunu tapacaq, təsvirini tapacaq. Və bizim məntəqələrimiz yerləşir 40-cı paralelin üzərində. 2 məntəqə yerləşdirirəm. Uzunluqları fərqlidir. 45 şərq uzunluğu. Aralı yazıram ki, daha aydın görəsiniz və 50 şərq uzunluğunda. Məntəqəm yerləşir biri burada. Bax, qeyd elədim. Biri də buradadır. Bunların arasındakı dərəcə fərqini tapmalıyıq paralel qövsünə görə. Və bir şey də ilk öncə qeyd edeyim ki, 40-cı paraleldə 1 dərəcəlik paralel qövsünün uzunluğu yanınızda qalsın 85,4 kilometrdir. Bunu məsələlərdə vermirlər çox vaxt. Ona görə vermirlər ki, Azərbaycan 40 şimal enlinin üzərində yerləşir və biz Azərbaycana aid olan bütün məlumatları əzbər bilməliyik. Çünki öz ölkəmizdə 40-cı paraleldə də 1 dərəcə qövsün uzunluğu. Bax, gördüyümüz, bax, elə bir ki, 1 dərəcəlik bir qövsdür. Bax, bu hissə. Bunların arasındakı dərəcə fərqi olur 85,10 kilometr. Bax, bunu yazıram buradan. 1 dərəcə 85,4 kilometrdir. Bu, əlbəttə ki, 40-cı paralel üçün nəzərdə tutulub. Baxın, yazdım bura 40-cı paralel üçün. Gəlin, indi 50 şimal enliyinin, daha doğrusu 50 şərq uzunluğundan çıxıram 45 şərq uzunluğu. Eyni yarım kürədədir. 5 dərəcə eləyir. 5 dərəcəni də vuracam 85,4 kilometrə. Niyə? Çünki 1 dərəcəm 85,4-dürsə, buradan burada 5 dərəcə var. Bu 5 dərəcəm də olacaq. Gəlin, vuraq görək. 85,4-ü vuraq 5-ə. Vurulsun 5-ə. 427 kilometr. 427 kilometr. Bu mənim paralel qövsünə görə tapdığım həqiqi məsafədir. İndi isə miqyasa görə həqiqi məsafəni tapıram. Miqyasa görə həqiqi məsafə. Miqyasım veribdir 500 min və mən burada çevirməni eləyirəm. Eləyir 5 dənə sıfırı siləndə 5 kilometr. Xəritədəki məsafəni də veribdir 80 santimetr. Həqiqi məsafəni tapmaq üçün miqyası vururam xəritədəki məsafəyə. 400 kilometr. Deməli, mənim paralel qövsünə görə olan 427 kilometrimi aparıb xəritənin üzərində təsvir edən zaman onun hamısını yox, yəni 427 kilometrin hamısını yox, onun yalnız 400 kilometrini yerləşdirə biliblər. Arada itkilər olubdur. Həmin bu itkilər təhriflərdir. Görək təhrif neçə kilometrdir. Kənarda bunu da qeyd edirəm. 427-dən çıxıram 400-ü. Eləyir bu da 27 kilometr. Deməli, mənim təhrifim oldu 27 kilometr.